Şaxtanın olması çox yaxşı bir şeydir. Həm torpaq üçün, həm bitki üçün. Baxın indi arpa, buğda qışı yaxşı keçirsələr, yazda daha yaxşı inkişaf edəcəklər. Daha yaxşı çiçək açıb, daha yaxşı sümbüllər əmələ gətirəcəklər. Daha sonra ağaclar. Yəni qış nə qədər yaxşı qış keçsə, bir o qədər bitkilər həm yazda tez oyanmayacaqlar, həm də qəfil düşən şaxtalara məruz qalmayacaqlar. Daha sonra torpaq şaxta olanda genişlənir, əriyib qurtarandan sonra, yaz bitdindən sonra parçalanır, rahat parçalanır. Su keçiriciliyi artır. Bununla yanaşı oksigen daha yaxşı qəbul edir. Bu da bitki kök üçün yaxşıdır, həm də torpaq üçün. Yəni sonra bakteriya olsun, orada zərər vericilərin sürfələri, yumurtaları olsun ki, üz qatda qalıblarsa, bunlar hamısını şaxta məhv edir. Şaxta həqiqətən də torpaq üçün yaxşıdır. Mexaniki şumlama, yəni yumşalma edir ki, bu da torpaq üçün də yaxşıdır, bitki üçün də. Şaxta təbiətin qanunudur. Ümumiyyətlə təbiətin biz heç bir şey edə bilmərik. Təbiətin dövranıdır, dövr edir. Şaxta da olmalıdır. Bununla yanaşı, baxın görün, günəş də çıxır artıq yavaş-yavaş. Şaxta da əriyir və başlayır torpaqda canlılıq da artır. Təbiətin öz bir dövranı var. Bunlar həqiqətən də vaxtında bərpa edildikdə həm məhsuldarlıq da yaxşı olur, həm torpaq canlılığı da qorunmuş olur. Sağ olun, var olun. İstədim şaxtanın da torpağa olan faydalarına sizə məlumat verim.